Bugün sizə gözəl məhəlləmizi göstərirəm. Baxın uşaqlar. Bu gözəl yaşıl otları mənim nənəm əkibdir. Görürsünüz nə gözəl yaşıl. Baxın burada çoxlu qızılgüllər. Bu tikanlı qızılgüldür. Sarı rəngdə açır. Hələ açılır. Yayda deyəsən açır. Bu da qızılgülümüzü də tikanlıdır. Bu da böyle güzel, uzun. Qızılgülümüzü qırmızı rəngdə açır. Baxın kişmiş, çiyüt, petruşka zat var, nənəm əkibdir. Burada soğanlar. Burada bir dənə də qızılgülümüz var, o da qırmızı rəngdə açır və özü də tikanlıdır. Burada yoncalar var, baxın. Yaşıllar. Burada da bakın burada da güzel qızılgülümüz var. Bu da ise tikansız qızılgülü. Bu da qırmızı bənövşəyi rəngdə açır. Bax. Orada da bir var. O da biraz kiçikdir. Özü tikanlıdır və qırmızı rəngdə. O gördüğünüz balaca çiçəklər isə, baxın, balaca çiçəklər isə piyon güllərdir. Piyon gülləri yəqin ki bilərsiniz. Baxın burada. Baxın. Piyon gülləri özləri bənövşəyi, ağ, qırmızı rəngdə açılır. Onlar da güldür. Adları piyon. Onlar nənəmək. Keçək indi ağaçlara. Bəli uşaqlar, bu ağac biz Yapon əzginimizdir. Görün nə qədər meyvələr var üstündə. Görürsünüz, yayda sap-sarı açır. İçində 3 dənə toxumu var. Və çox dadlıdır. Burada alma ağaçları var. Baxın, alma ağaçları. Bax, bu yaşıldır, o da yaşıldır, o da yaşıldır. Orada şey var, gilas, baxın, gilas ağacımızdır. Tuş gilasdır. Orada isə, bax, bu ağac isə sarı gilasdır, şirin gilas. Burada hayva ağacı var. Kəpək hayvadır. Burada isə alma ağacı var. Nəsə bu yarpağı açmayıbdır, yarpağı yoxdur, bilmirəm niyə. Bu isə məhəlləmizin ən böyük qızılgülüdür və qırmızı, açıq bənövşəyi rəngdədir. Bu da isə bizim gözəl cücələrimizdir. Baxın. Gördünüz. Bu ise bizim tuş zoğalımızdır. Bundan nənəm gözəl kompotlar düzəldir. Mürəbbələr düzəldir. Bax. Burada soğanlarımız var.